Allahdan qeyrisinə ibadət etmək, yəni hansı ki peyğəmbərlərə, evliyalara və onlardan qeyrilərinə ibadət etmək şirkdir. O tapındıqlarını ucaltsalar da, öysələr də, yəni yüksəltsələr də belə, lakin etdikləri əməl şirkdir. Və sonra Allah Teala buyurur: "Vellezine ittehadu min dunihi awliya ma na'buduhum illa liyuqarribuna ila Allah zulfa." Allah Teala buyurur: Allahı qoyub başqalarını özlərinə dost tutanlar, biz onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik deyirlər. Baxın, onlar deyir. Və sonra Allah Teala buyurur və onlara rədd olaraq buyurur ki: "İnnallah yahkumu beynehum fima hum fihi yahtelifun. İnnallah la yahdi men huve kazibun kaffar." Şübhəsiz ki Allah ziddiyyətə düşdükləri şeylər barəsində öz hökmünü verəcəkdir. Yəni onların arasında. Şübhəsiz ki Allah yalancı və inkarçıları doğru yola yönəltməz. Və Allah Teala bəyan etmişdir və açıq şəkildə bildirmişdir öz ayələrində. Yəni Allahdan qeyrisinə dua etmək, Allahdan qeyrisini çağırmaq və bu şirkdir.